Ləhcə ilə danışmaq sizə problem yaradır? Valla mənə problem yaratmır, amma tamaşaçılara yaradır. Niyə? Mənə problem yaradır. Amma baxmayaraq ki, mən 16 yaşımdan Bakıda yaşamışam. Ondan qabaqda atam Allah rəhmət eləsin, atam Keşlədə ev almışdı qardaşıma. Baxmayaraq ki, o dövrdə də Keşlədə yaşamışıq bir müddətdə. Sonra atamın ürəyi xəstə olduğuna görə qayıtmışıq rayona. Bacım, qardaşım burada qalıbdı, atam qayıtdı, qalmadı burada, ürəyi xəstə idi. Amma tamaşaçılar bir də görsən ki, deyir ki, xalq artisti ləhcə ilə danışır. Mən diktor deyiləm, mən ondan sonra necə deyərlər, mən ürəyim belə istəyir, mən belə danışıram. 16 yaşımdan Bakıdayam. Təsəvvür edin, bacılarmış belə danışmır, inanırsan. Qardaşımdır, bacımdır. Amma mən neysə bu dil məndə belə çömürdü. Elə bir ki, elə görsən ki, bir də görsən ki, gələcəm. Qızım da deyir, mama deyir, görüm gələcəm, deyirəm gələcəm. Deyir, mən bu J ilə niyə danışsan? Deyir ki, niyə belə danışsan? Deyirəm, ay bala, o məndən nasıl deyil. Bir də görsən ki, belədən, mən özümü sıxıb oturan adam deyiləm. Mən rahat belə özümü efirdə deyim, mən belə cilovluyum, belə danışmayım. Qəlibə soxmursunuz? Yox, mən belə rahatam. Mən istəyir qəbul eləsin, istəyir, onların problemidir. Ona görə mən tamaşaçıları o baxımdan üzrlü sayı, mən dilimi dəyişən deyiləm o baxımdan.